Birincisi some. Aha. Bir neçə, bir qədər. Some adətən necə cümlələrdə işlənir? Bəli. Some adətən nəqli cümlələrdə işlənir. Some'dan sonra necə isim gəlir? Sayılan sonra ya sayılmayan gəlir. Some'dan sonra ya cəm isim gəlir. Heç bir halda tək isimə burada rastlaşa bilməzsiniz. Tək isimin özünün dostu var. En artiklı. Yəni en artiklı bunun uyğunudur. Dostu var bunun, ehtiyac yoxdur onun əlavə sama eyniyə. Kimin dostu yoxdur? Cəmdən sayılmayanın dostu yoxdur. Biz ona görə samı onlara dost gətiririk. Belə yadınızda saxlayın. Ona görə tək isimlərlə işimiz yoxdur. Tək sayılanın özünün artiklı var. Some'dan sonra ya sayılmayan gəlir, some'dan sonra ya cəm gəlir. İndi sayılmayana nümunə qoyuruq. Some coffee və ya some books. Bir neçə kitablar, bir qədər kofe. İndi burası asandır, burası əla. Testlərdə bizi çaşdıran bir nüans var. Some, əgər sual cümləsi can'lə, əgər sual cümləsi would-la başlayarsa, sual cümləsi deyirəm, ha. Yox, sual cümləsi. Can və would-la başlayarsa, cümlə xahiş, təklif bildirərsə, some, o sual cümlələrində some işlənir. Xitab yox ya, xitab müraciətdir. Mən some dedim, Xitab müraciət. Deməli, can'lə və would-la. Cümlə, hər sual cümləsi yox ha. Telefon yığışdır oğlum. Telefon yığışdır. Deməli, sual cümləsi yalnız can və would-la başlamalıdır. Hər sual cümləsi yox. Sualda yalnız can və would olmalıdır. O şəkildə sual cümləsi də nəyi bildirir bizdə? Təklifi və xahişi bildirir. Onda biz sual cümləsində some işlədə bilərik. Deyirəm, can you give me some coffee? Would you like some coffee? Təklif edirəm. Deyirəm, biraz kofe istəyirsiniz? Would you like some coffee? Xahiş edirəm. Can you give me some coffee? Olay biraz mən kofe verəsiniz. Qalan heç bir sual cümləsində mən some'ı görməyim. Some ancaq can'lə would olmalıdır və salam. İndi keçdik. Some'ın törəmələri var. Yəni əsas kökü some'dır. Some'dan törəyən sözlərimiz var ki, something, nəsə. Someone, kimsə. Somebody, o da kimsə deməkdir. Somewhere, harasa. Bu some'ın törəmələridir. Bunlardan sonra yadınızda saxlayın. Heç bir zaman isim gəlməz. Some'ın özündən sonra isim gəldi. Ya cəm isim gəldi, ya sayılmayan isim gəldi. Amma some'dan törəyən sözlər, something, someone, somebody, somewhere. Bunlardan sonra isim gəlməz. Çünki o isim aid bir dənə söz yaradır. Something, nəsə. Someone, somebody, kimsə. Somewhere, harasa. Yəni bu sözlərdən sonra isimi gətirmirsiniz. Amma some'ı təkcə gördünüzsə, ondan sonra ya cəm isim, ya sayılmayan isim gəlməlidir. Some haqqında bu qədər. İndi Yağmur, some'ı hansı halda sual cümləsində işlədirik? Can'la would-la sual cümləsi başlayarsa, bəli, o sual cümləsində some işlədirik. İkinci qeyri-müəyyən əvəzliyimiz enidir. Enidən sonra da ya sayılmayan isim gəlir. Bəli, ya cəm isim gəlir. Sayılmayan any coffee, cəm isim any books. Tərcüməsi heç biri deməkdir. Çünki any ya sual cümləsində işlənir, ya inkar cümləsində işlənir. Deyirəm ki, I don't have any money. Mənim heç pulum yoxdur. I don't have any friends. Mənim heç dostum yoxdur.
Deməli, eyni harda işləndi? Sual və inkar cümlələrində. Necə isimlə işləndi? Cəm və sayılmayan isimdən. Hansı isimlə işlənməz? Sayılan tək isimdən. Sayılan tək isimdən də əm işlənir.